Zavod 14 Pro'dur, zavod. Sadəcə göründüyü kimi arxa krişkası çatlayıbdır. Çox bərbad vəziyyətdə çatlayıb. Müştəri deyir, qardaş, işlədəmirəm də, mən bunu belə işlədə bilmirəm. Görünüşü çox pisdir. Gələn gedən deyir, bu nə çatdı, bu nə çatdı. Bunu inşallah 14 Pro'nun deyir, orijinal krişkası ilə əvəz eləyəcəyik. Aldığımız krişka da orijinaldır. 100% orijinaldır. İnşallah bunu dəyişəcəm. Videonu paylaşacağım, baxarsınız dəyişimə. Krişkanı dəyişdik, kleyləmişik. Çiçək, bax. Çepesiz. Çiçək oldu, bax, çiçək. Orijinal krişka. Nə çıxıntısı var, nə barmağa ilişir. Orijinal krişkadır. Rezinləri də 2 saat, 3 saat ərzində çıxardacaq. Germetika kley biraz gec quruyur. Olacaq ideal. Heç bilinmir bu dəyişib ya yox.